Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər. Öncəliklə hər birinizə bol-bol uğurlar diləyirəm. İnşallah imtahana demək olar ki, az müddət qalıb. Hər kəs öz çəkdiyi, necə deyirlər, zəhmətin, əziyyətin bəhrəsini görsün. Uşaqlar, bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi hər il həm buraxılış fənləri üzrə, həm blok fənləri üzrə, necə deyirlər, siz abituriyentlər üçün xəritə təqdim edir. Yəni hər bir fənn üzrə. Sizə nələr düşəcək? Dövlət İmtahan Mərkəzi sizi nə kimi istiqamətlərdə yoxlayacaq? Ona nələr lazımdır? Onları sizə açıq-aydın izah edir. Bu hissəni də mən 9 illik səviyyəsi üzrə buraxılış imtahan proqramı paylaşmışdı Dövlət İmtahan Mərkəzi. Baxın, oradan götürmüşəm. Bu gün sizə 9-cu siniflər üçün, məhz siz 9-lar üçün buraxılış imtahanında mətn tapşırıqlarından sizi nə kimi testlər gözləyir, nə kimi test nümunələri gözləyir, ümumiyyətlə mətni necə işləmək lazımdır, mətn barədə qaranlıq məqamlarınızı inşallah ki, üzə çıxardacağam. Deməli, öncəliklə proqramla sizi tanış eləmək istəyirəm. Bilirsiniz ki, yəni Azərbaycan dili üzrə 4 məzmun xətti var. Dinləyib anlama, danışma, oxu, yazı və dil qaydaları. Hələ ki dinləyib anlama, bilirsiniz ki, Azərbaycan dilinə tətbiq olunmur, amma mən düşünürəm ki, yaxın illər ərzində bəlkə də bu bir 4-5 il çəkə bilər, amma mənə elə gəlir ki, yəni bu tətbiq olunacaq nə vaxtsa. İngilis dili kimi Azərbaycan dilinə dinləmə mətnləri tətbiq olunacaq. Amma yerdə qalan oxu, yazı və dil qaydaları hal-hazırda tətbiq olunur. Onlardan dil qaydaları, bilirsiniz ki, sizə qrammatika testlərindən söhbət gedir. Bu mətndə 30 sualın, yəni ümumiyyətlə Azərbaycan dili üçün təqdim olunan 30 sualın 10 sualını dil qaydalarından ibarətdir. Yerdə qalan 20 sualı isə mətnlərdən təşkil olunur. 2 mətn təqdim olunur sizə. O 2 mətnin siz 9-lar üçün olan versiyasında 8 qapalı tipli test tapşırıqları, ikisi isə açıq tipli test tapşırıqları olur. Bilirsiniz ki, ümumiyyətlə, yəni Dövlət İmtahan Mərkəzi bu oxu yazı haqqında olan sırf bu standartların reallaşdırılması üçün mətnlərə müraciət eləyir. Bilirsiniz ki, yəni, bəzi alt standartların yoxlanması üçün müəyyən vasitələr tələb edildiyindən onlara bağlı tapşırıqlar istifadə məqsədə uyğun deyil. İmtahanda məzmun standartlarının təlim nəşri nəzərdə tutulmuş tətbiq etmə, baxın mətndə sizə tətbiq etmə, tədqiq etmə, əlaqələndirmə, uyğunluğu müəyyən etmə, fərqləndirmə, fikrin sxemlərlə nədir? Sxemlərlə ifadəsi, məsələn, Venn diaqramıdır, klasterdir, cədvəllərdən ifadə etmə, mühakimə yürütmə, əsaslandırma bacarıqlarının sistemli şəkildə nümayiş etdirilməsi tələb olunur. Sizdən tələb olunur, yəni siz abituriyentlərdən. Proqram əsas etibarilə 3 oxu, yazı və dil qaydaları məzmun xətti üzrə alt standartların reallaşdırılması üçün verilmiş materialları əhatə eləyir. Oxu məzmun xətti ilə bağlı əsasən aşağıdakılara uyğun bilik və bacarıqlar nümayiş etdirilməlidir. Məsələn, mətnin tərkib hissələrini fərqləndirmək. Nə deməkdir tərkib hissələri? Bilirsiniz ki, mətn özü 3 hissədən ibarət olur. Əsas hissə, giriş hissə başlanğıc olaraq, əsas hissə nəticə hissə. Giriş hissə nədir? Giriş hissəni necə müəyyənləşdirilir? Ümumiyyətlə mətndə ilkin olaraq başlanğıc fikirlərin, necə deyirlər, mətnin hələ ki haqqında danışmağa başlanılan hissədən ibarət olan hissələri ilkin hissə, yəni giriş hissə hesab olunur. Əsas hissə nədir? Əsas hissə hadisələrin əsas cərəyan etdiyi, necə deyirlər, ən çox danışıldığı, geniş danışıldığı hissədir. Nəticə hissə isə artıq hadisələrin yekunu, son mərhələsi, artıq proses başa çatmışdır. Baxın, bu kimi hissələr nəticə hissələri adlanır. Yəni yekunlaşdığı hissələr artıq nəticə hissəsi adlanır. Deməli, fərqləndirməlisiniz həmin hissələri, sonra giriş, əsas hissə, nəticəyə görə adlandırmağı bacarmalısınız. Yəni əsas hissəni, məsələn, orada sizdə plan tərtib etmək istəyə bilər, giriş hissəyə aid, əsas hissəyə aid və yaxud da nəticə hissəyə aid. Sonra mətnin məzmunun və strukturunu mənimsədildiyini nümayiş etdirməlisən. Nə deməkdir bu, dəyərli abituriyent? Yəni sən mətni oxudun, onu anlamalısan. Anlayıb dərk edəndən sonra artıq test tapşırıqlarını düzgün şəkildə işləyə bilərsən. Məzmunu və strukturunu mənimsəməlisən. Yəni məzmununu anladığın təqdirdə artıq işləmək sənin üçün də rahat olacaq. Tərkib hissələri arasında əlaqəni gözləməlisən. Və bunu gözləməklə də mətni genişləndirməyi bacarmalısan. Məsələn, səndən sual soruşa bilər ki, əsas hissə ilə nəticə hissə arasında hansı cümlə uyğunluq təşkil edə bilər? Məsələn, variantlarda verə bilər. Bu seçim tipli testlərdə ola bilər, yəni variant tipli testlərdə ola bilər də, bu özünü göstərə bilər. Məsələn, sənə cümlələr təqdim eləyər. Deyər ki, bu cümlələrdən hansıları əsas hissə ilə nəticə hissə arasında və yaxud da giriş hissə ilə əsas hissə arasında əlaqə rolunu oynaya bilər, zəncir rolunu oynaya bilər də, bir növ bundan söhbət gedir. Sonra həmin ifadələrin mətndə kontekstə uyğun dəqiqləşdirmək. Kontekst deyərkən ümumi məzmundan söhbət gedir uşaqlar. Kontekstə uyğun dəqiqləşdirmək, şərh etmək,
Yəni onun mənasını açmaq, mətndəki əsas fikri müəyyənləşdirmək. Nə deməkdir əsas fikri müəyyənləşdirmək? Yəni mətndə nədən söhbət gedir? Mətn sizə niyə təqdim olunub? Nə istəyir sizə demək? Onu aşkara çıxarmaq, fikrə münasibətini fakt və məlumatlarla əsaslandırmaq. Məsələn, müəyyən bir fikir verir, ona deyir ki, faktlarla sübut elə. Fakt nə deməkdir uşaqlar? Fakt mətndə öz təsdiqini tapmış bir informasiyadır. Yəni həqiqətən də mətndə biz ona rast gəlinirik, görürük, oxuyuruq ki, məsələn, filan şey haqqında orada məlumat var idi, fakt var idi, yəni. Zəngin söz ehtiyatına malik olduğunu nümayiş etdirmək, ümumiyyətlə mətn tapşırıqlarını işləmək sırf söz qabiliyyətinə söykənir, söz ehtiyatına söykənir. Çünki uşaqlar, dil qaydaları bildiyiniz kimi, yəni qrammatik qaydalardır. Onları öyrənirik, hər birini özünə məxsus olaraq işləmək asanlaşır. Amma mətndə artıq qrammatik qaydalar bizim köməyimizə gəlmir. Burada bizim diqqətimiz, bizim oxumağımız, düzgün şəkildə oxumağımız, onu anlayıb dərk eləməyimiz, sözlərin hər birinin anlamlarını bilməyimiz. Yəni biz nə dərəcədə söz ehtiyatına sahib isə, mətndə təqdim olunmuş fikri də rahatlıqla anlaya biləcəyik də, düzdürmü? Ona görə də aşağı siniflərdən ta yuxarı siniflərə qədər söz ehtiyatlarınızı, yəni söz ehtiyatı deyərkən ancaq ingilis dilindən söz ehtiyatı formalaşmır. Elə öz Azərbaycan dilinizdə də söz ehtiyatınız olmalıdır sizin. Məsələn, indi abituriyentlər, uşaqlar, şagirdlər məsələn görürük ki, əksər hallarda adi Azərbaycan dilində nə qədər sözlər var ki, onların mənalarını bilmirlər. Bu, yəni heç yaxşı bir hal deyil. Bunu inkişaf elətdirmək üçün Azərbaycan dilində yəni sizin üçün ibrətli ola biləcək, sizin öyrənə biləcəyiniz verilişlərə baxmağınız, bizim milli filmlərimiz ki var, yəni köhnə kinolardan söhbət gedir. Bax, o kinolara baxmağınız, öz yaş kateqoriyanıza uyğun olaraq müəyyən kitablar oxumağınız. Bilirsiniz ki, aşağı sinifdən bu yana mətn tipli test tapşırıqlarından yəni həmişə istifadə olunur ki, siz mətni işləmək üçün yetişəsiz. Onun üçün necə deyirlər, formalaşasınız. Əgər mətndə qarşılaşırsınızsa hər hansısa bir sözlə, onun mənasını başa düşmürsünüzsə, ona səthi yanaşmayın. Onu mütləq, yəni yanınızda olan ya evdə böyüyünüzdən, ya da müəlliminizdən mütləq onu soruşun anlamını, mənasını, nə demək istədiyini. Sonra yazı məzmun xətti ilə əsasən tapşırıqlara uyğun bilik və bacarıqlar nümayiş etdirilməlidir. Bilirsiniz ki, məsələn, 2 açıq tipli test, yəni orada sizə göstərilir. 2 mətndən hərəsindən 2-2, 4 dənə açıq tipli test yazmalısınız. O da sizin yazı məzmun xəttinin icrasına aparır. Məsələn, deməli bu kimi bilikli bacarıqlar nümayiş etdirilir yazılarda. Dil qaydalarını yazılı nitqə tətbiq etmək. Yəni düzgün şəkildə yazmaq. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirmək. Təbii ki, yəni qurduğunuz cümlə rabitəli şəkildə olmalıdır. Onda nitq hissələri, cümlə üzvləri öz yerində işlənməlidir. Sizin yazdığınız cümlə anlaşılıqlı olmalıdır. İfadə etdiyiniz fikir dolğun ifadə olunmalıdır. Yəni onu oxuyan, yoxlayan marker müəllimlər çətinlik çəkməməlidirlər. İlk öncə səliqəli şəkildə yazmaq lazımdır ki, yazdığınız xətt oxuna bilsin qarşı tərəfindən. Düzdürmü? Sonra artıq mənası, anlamı, sualın sizdən nə istədiyinə mütləq fikrinizi fokuslamalısınız. Nə istəyir, ona uyğun cavab tərtib etməlisiniz. Sonra verilmiş mövzu ilə bağlı fikirlərini yazmaq, bax, az öncə bildirdiyim hissələr, mövzu ilə bağlı fakt və dəlilləri müəyyən edib yazmaq. Bu artıq yazılı yəni fəaliyyətdən söhbət gedir. Plan tərtib etmək yenə həmçinin verilmiş mətnin hissələrini plan əsasında məntiqi cəhətdən əlaqələndirmək, sitatlardan istifadə etmək, fikir və mülahizələrini qüvvətləndirmək. Nə deməkdir sitatlardan istifadə etməklə? Məsələn, siz ola bilər ki, deyə bilər ki, mətnin ümumi özünü və yaxud da ümumi mənasını bir atlılar sözü ilə, aforizmlə, hikmətli bir ifadə ilə, sözlə ümumiləşdirin. Baxın, bundan söhbət gedir. Yəni, bunu istəyə bilərsiniz də. Deməli, indi özümün bu açıqlam, bu götürdüyüm hissə uşaqlar, yəni bu 9-cu sinif üçün Dövlət İmtahan Mərkəzinin verdiyi necə deyirlər, izah idi ki, yəni baxın, sizi bunlar gözləyir mətn tipli testlərdən. Artıq burada açıqlama vermək istəyirəm ki, yəni mətn tapşırıqlarında nə tip suallar sizi gözləyir? Yəni orada nə istəyir? Dövlət İmtahan Mərkəzinin məqsədi nədir? Sizin oxuyub anlamaq, təhlil və dil qaydalarını nə dərəcədə yiyələndiyinizi yoxlamaq istəyir. Oxuyub anlamaq nə deməkdir? Yəni mətni həqiqətən oxuyub dərk eləmək. O anlamağınızdan dolayı artıq sualları rahatlıqla işləyə biləcəksiniz. Dil qaydalarını nə dərəcədə yiyələndiyinizi yoxlamaq. Sual tipləri məsələn aşağıdakı istiqamətləri əhatə edir. Məsələn, məna baxımından uyğun olan sözün seçilməsi. Bilirsiniz ki,
sizə bəzən deyir ki, qarşılığını seçin sözlərin, düzdürmü? Qarşılıq deyərkən uşaqlar əks mənalı sözdən söhbət getmir. Yəni həmin ifadəni, təqdim olunmuş həmin hissəni, məsələn, çərçivə daxilində söz verə bilər. Ona deyir ki, hansı əvəz edici sözlə, qarşılığı ilə tutaq ki, əvəz eləmək olar, ondan söhbət gedir. Məsələn, məzmununa uyğun cümlələrin seçilməsi ola bilər. Siz orada tutaq ki, əsas hissədə, nəticə hissədə və yaxud da verilmiş cümlədə məzmun olaraq söz hansı mənada işlənirsə, onu tapdığınız fikirdə mətnə aid olub-olmadığını müəyyənləşdirməlisiniz. Az əvvəl də qeyd elədiyim kimi, mətnin hissələrinin müəyyənləşdirilməsi, məsələn, giriş hissə, əsas hissə, nəticə hissə, onlar arasında ardıcıllıq, məsələn, sizə müəyyən sxemlər verə bilər ki, məsələn, burada ardıcıllığı nə pozur və yaxud da ardıcıllıqla uyğundur. Oxuduğunuz mətndə baş verən hadisələrin, təqdim olunmuş informasiyaların ardıcıllığını da gözləmək lazımdır ki, cavabları düzgün seçə biləsiniz. Məsələn, doğru fikir hansıdır, mətnə aid yanlış fikir hansıdır və yaxud da ehtimal olunan fikir hansıdır? Doğru odur ki, uşaqlar, orada yəni doğru fikirlər həqiqətən də mətndə öz əksini tapır. Faktlarla onu isbat edirik. Yanlış fikir uyğunsuz fikirdən söhbət gedir də, bilirsiniz ki, adı üstündə yanlış, yəni səhvdən söhbət gedir. Amma ehtimal olunan təsdiqlənməmiş fikirdir. Yəni bu orada mətndə öz təsdiqini tapmayıb, ehtimal oluna bilər, şübhələnir hələ, gümandır bu. Sonra sözlərin həqiqi və məcazi mənası, bilirsiniz ki, dil qaydalarına, yəni qrammatika ilə səsləşən bir hissədir bu hissə. Həqiqi mənalı sözü verir sizə. Məsələn, deyə bilər ki, cümlədə çərçivə daxilində verilmiş sözün mənasını müəyyənləşdirin və yaxud da onu mətndən fərqli mənada işlədin. Məsələn, siz öncəliklə müəyyənləşdirməlisiniz ki, həmin söz, ifadə mətndə hansı mənada işlənib, öncə onu həqiqidirsə və yaxud da məcazidirsə, onu mətndən fərqli məna nə deməkdir? Artıq tərsini yazmalısınız da. Məsələn, mətndə həqiqi mənada verilibsə, siz məcazi mənada cümlədə işlətməlisiniz və yaxud da mətndə məcazi mənada verilibsə, siz həqiqi mənada cümlədə işlədib yazmalısınız. Bu da sizin zəngin söz qabiliyyətinə malik olmağınız deməkdir də artıq. Məsələn, sən ifadəni də düzgün necə çatdırırsan qarşı tərəfə, cümlə qurmaq qabiliyyətini göstərirsən. Sonra sözlərin həqiqi məcazi bunu ifadə edir. Səbəb-nəticə əlaqələri. Baxın, səbəb-nəticə əlaqələri həm 9-cu sinifdə, həm 11-ci sinifdə də sizi gözləyir. Ondan əmin olun. Onsuz da, yəni həm 9-da, həm 11-də arada çox ciddi fərq yoxdur. Sadəcə 11-də məsələn həqiqi məcazini mürəkkəbləşdirirlər, səbəb-nəticəni mürəkkəbləşdirirlər. 11-ci sinifdə sizi üslublar gözləyir. Üslubiyyat mövzusu, təbrik edirəm. Ona da uyğun inşallah videom olacaq. Deməli, nədir bu səbəb? Baxın, sizə məsələn ola bilər səbəbi verir, göstərir qrafanın içərisində, sxemin içərisində. Deyir ki, əziz abituriyent, nəticəni qeyd elə. Və yaxud da nəticəni verir, ona uyğun səbəbi tapmalısan artıq sən. Səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyi öyrənin. Məsələn, biz çətirdən istifadə eləyirik. Bu nəticədir, düzdürmü? Səbəb nədir? Niyə istifadə eləmişik? Yağış yağdığına görə biz çətirdən istifadə elədik. Bu səbəb oldumu? Düzdür. Baxın, səbəb və nəticə nə deməkdir səbəb? Səbəb o deməkdir ki, yəni buna nəsə səbəb olur, nəsə gətirib çıxardır ona. Mütləq ki, nəsə baş verir ki, hər hansısa ondan dolayı da bir nəticəyə gəlib çıxırıq biz. Mətndə də bundan yəni geniş suallar düşür. Çox da çətin olmur ümumiyyətlə o sualları yazmaq, düşünürəm ki. Deməli, sxematik suallara gəlincə isə müəyyən bilirsiniz ki, qrafiklər, sxemlər də tətbiq olunur sizlərə sual şəklində. Bunlar əsasən Venn diaqramı, klaster, sillogizm, sinektika, Sinkveyn, üzr istəyirəm, sinektika yox, Sinkveyn. Deməli, Venn diaqramı ən çox rast gəlinən, bilirsiniz, yəni Venn diaqramından aşağı siniflərdən tanışsınız. Nə olan şeydir Venn diaqramı? Venn diaqramın sağ və sol tərəfi olur, bir də hər ikisinin qovşaq hissəsi olur. Fərqli tərəfləri deyirsə, məsələn, yəni sağ tərəfdə bir ifadə qoya bilər, sol tərəfdə bir ifadə qoya bilər. Sırf məsələn, sağ tərəfdə verdiyi ifadəyə aid olan fikirləri sağa yazırsınız, sol tərəfə aid olan fikirləri isə sola yazırsınız. Ortağa isə hər ikisi üçün ortaq olan xüsusiyyətlərdən söhbət gedir. Baxın, məsələn, burada başlıqda verə bilər, düzdürmü? Sonra məsələn, ola bilər ki, burada iki şəxsin obrazın adını verir. Tutaq ki, biri Əlidir, biri də Vəlidir. Düzdür? Bax, bu obrazın xüsusiyyətli adlarını verər, sizdən cəhətlərini istəyər. Məsələn, variantlardan siz seçməniz lazımdır artıq. Əliyə aid xüsusiyyətlər, Vəliyə aid xüsusiyyətlər, bir də ortaq olan xüsusiyyətlər. Amma bir də verə bilər ki, uşaqlar, məsələn, xüsusiyyətləri qoyur bura. Deyir ki, məsələn, həmin insanlar üçün aiddir, uyğundur və yaxud da deyil. Yadınızda saxlayın ki, əgər bax, sağ tərəf deyirsə, bu sağ tərəfdə olan
xüsusiyyət sırf buna aid olmalıdır. Məsələn, ola bilər ki, burada kiminsə adını yazıb, ona da xüsusiyyət yazıb. Siz düşünürsüz ki, aha, məsələn, burada yazıb tutaq ki, Əli, hə? Əli üçün yazıb ki, sədaqətlidir. Hə? Sadiqdir, məsələn, yazıb sadiqdir. Siz fikirləşirsiniz ki, Əli həqiqətən də sadiq idi də, düzdürmü? İndi burada da Vəlini qeyd edib. Bir dənə baxın görün, bəlkə sadiqlik xüsusiyyəti Vəliyə də aiddir. Əgər onu burada götürsəz, bir rəqəmi kimi, onda səhv etmiş olacaqsınız. Əgər o xüsusiyyət Vəliyə də aiddirsə, onda bir burada olmalıydı. Ortaq cəhət kimi götürülməlidir. Tam tərsi, eyni məqam sağ tərəfə də aiddir. Məsələn, Vəliyə aid verib ki, tutaq ki, cəsarətlidir, hə? Mətndə tutaq ki, siz rast gəldiniz, həqiqətən də Vəlinin cəsarətli olduğu bir məqam var idi. Bura götürdünüz, hə, içini Vəliyə aid götürdünüz. Fikirləşirsiniz ki, düzgün götürmüsünüz. Bir dənə fikirləşin, yanaşın, təhlil eləyin, tənqidi bacarıqlarınızı işə salın, dəyərləndirmənizə baxın görün, bəlkə o xüsusiyyət Əliyə də aid idi. Əgər həqiqətən Əliyə də aiddirsə həmin fikir, siz onu təkcə Vəliyə aid olmuş kimi götürə bilməzsiniz. O artıq ortaq bir xüsusiyyət olacaq onlar üçün. Aydındır? Yəni diqqətli olun bu Venn diaqramını işləyərkən, yəni bəzi uşaqları ilişdirə bilirlər bu baxımdan. Sonra klaster tipli test tapşırıqları özü necə göstərir? Məsələn, sizə verir, məsələn, tutaq ki, obrazın adını verir, düzdürmü? Məsələn, Arzu, düzdürmü? Arzu bizim obrazımızdır. Arzuya aid bir xüsusiyyət yazır. Tutaq ki, Arzuya aid bu xarakteri xüsusiyyət də ola bilər. Uşaqlar, bu necə deyərlər, təsvir də ola bilər də. Yəni vizual olaraq görüntü ilə gördüyümüz, gözümüzlə gördüyümüz xüsusiyyətlərlə söhbət gedir. Məsələn, Arzu gözəl idi. Buna aid bir xüsusiyyət verir, yerdə qalan artıq 2 xüsusiyyətini sən tamamlamalısan. Bax, bu klasterdir. Klaster şaxələndirmə deməkdir ümumiyyətlə mənası. Yəni, o kimi suallardan söhbət gedir. Hələ ki, bu qədər. Yəni, 9-cu sinif mətn tapşırıqlarından, indi Dimin test toplusundan bir dənə mətnin sizin üçün geniş miqyaslı izahını verəcəm. Deməli, elə Dimin 9-cu siniflər üçün olan test toplusundan Qırmızı Planet adlı mətni indi sizin üçün oxuyub izahını verəcəm. Əslində mətni oxumaq üçün çox da vaxt itirmək istəmirəm uşaqlar. Birbaşa suallara keçmək istəyirəm. Suallara keçməzdən də əvvəl onu demək istəyirəm sizə. Məsələn, bəzən mətn tipli testləri işləyərkən, məsələn, uşaqlar 2 strategiyadan istifadə edirlər. Və əvvəlcə birbaşa mətni oxumağa, sonra suallara keçirlər. Amma mənə elə gəlir ki, məsələn, mətndə ümumiyyətlə bilirsiniz ki, imtahan elə bir şeydir ki, yəni hər şeyi bilmək orada kifayət eləmir. Ən böyük qabiliyyət, ən böyük qalibiyyət vaxtı düzgün idarə eləməkdir. Çünki orada siz vaxt məhdudiyyəti ilə üz-üzəsiz. Vaxtınızı düzgün idarə etdiyiniz təqdirdə qalibiyyətiniz də çox yaxın olur. Əldə olunması da həmçinin. Məsələn, ola bilər ki, mətni oxuyun və yaxud da mətni oxumazdan əvvəl öncə sualları nəzərdən keçirin. Bəlkə orada mətni oxumağınıza ehtiyac olmayan suallar ola bilər ki, heç mətni oxumadan belə cavablamış olarsınız da, düzdürmü? O 8 qapalı sualdan heç olmasa ikisini mətni oxumadan cavablaya bilərsiniz. Bu da sizə vaxt qazandırır, düzdür? Yekun etibarilə. Orada necə deyirlər, ən gözəl qabiliyyət, ən gözəl qalibiyyət vaxtı idarə eləməkdir. Siz vaxtınızı düzgün idarə eləsəz, onları fənlər üzrə dəqiq şəkildə bölsəz, bildiklərinizi də çox yaxşı şəkildə ifadə edə biləcəksiniz, onları testlər üzərində tətbiq edə biləcəksiniz. Uzun danışmaq istəmirəm, keçirəm mətnin suallarına birbaşa. Əgər özünüz oxumaq istəsəz mətni videonu dayandırıb oxuya bilərsiniz. Məsələn, mən videoda onu tam olaraq göstərəcəm sizə ki, baxın mətndə buradan söhbət gedir. Başlayaq. Təbii ki, 8 qapalı, 2 açıq tipli test tapşırığı bizi gözləyir bu mətndə. Mətnimizin adına da baxaq, çünki adı bizə çox şey deyə bilər. Qırmızı Planet mətnimin adı buymuş. Məsələn, bəzi vaxtlarda mətnin adı verilmir, bilirsiniz ki, onu oxuyandan sonra artıq siz mətnə bir ad vermiş olursunuz. Nə deyir burada? Deyir ki, bu onu günəşin zərərli şüalarından və göy cisimlərindən qorumuşdu cümləsi hansı rəqəmin yerinə yazılsa mətnin məzmununa xələl gəlməz. Nə deməkdir bu? Baxaq. Baxın, burada 3 qoyulan hissə var. Deyir ki, lakin qırmızı planet yerdən 2 dəfə kiçik və günəşdən çox uzaq olduğu üçün getdikcə soymuş və bu maqnit sahəsi yox olmuşdu. Burada nədən söhbət gedirdi? Günəşin zərərli şüalarından və göy cisimlərindən qorumuşdu. Nə qorumuşdu günəşi? Məsələn, bundan əvvəlki cümləni oxuyaq. Görək, yəni günəşin zərərli şüalarından qırmızı planet olan Marsı nə qoruyurmuş? Baxaq. Deyir ki, yer kürəsində olduğu kimi Marsın
Yer kürəsində olduğu kimi Marsın ətrafı da qoruyucu maqnit sahəsi ilə əhatə olunmuşdu. Deməli, nədən söhbət gedirmiş burada? Maqnit sahəsi ilə əhatə olunmuşdu. Bura artıra bilərəm ki, bu onu, yəni həmin maqnit sahəsi onu günəşin zərərli şüalarından və göy cisimlərindən qorumuşdur. Deməli, burada söhbət nədən gedirmiş? Üçüncü hissəni biz bura ilə ümumiləşdirsək, əlaqələndirsək, məsələn, üçüncü hissənin əvvəlinə artıra bilsək həmin cümləni, məzmununa xələl gəlməyəcək. Xələl gəlmək o deməkdir ki, yəni məzmunu korlanmayacaq da, məzmun olduğu kimi qalacaq. Sonra 22-ci, mətnə əsasən doğru fikirləri. Məsələn, bu sual tipi belə ola bilər. Mətnə əsasən yanlış fikri, mətnə əsasən doğru fikri. Yəni orada artıq sırf bu tipli testlərdə mətni oxuyub cavablandırmalısınız. Məsələn, nə deyir burada? Deyir ki, Marsın da bir zamanlar dünyamız kimi canlı təbiətlə əhatə olunduğu ehtimal olunur. Doğru fikirdir verin bu mətnə aid. Baxaq görək. Baxaq. Nədən söhbət gedir? Deyir ki, bu planetin dünyamıza bənzərliyi orada da həyatın olma ehtimalını gücləndirmişdir. Görürsüz? Deməli ki, mətnə aid doğru fikirdir də. Orada da həyat var imiş, həyatın olma ehtimalı var imiş alimlər tərəfindən. Sonra deyir, alimlər Marsda bir zamanlar insanların yaşadığını sübut eləmişlər. Alimlər Marsda insanların yaşadıqlarını yox, orada həyatın ola biləcəyini. Məsələn, burada qeyd olunur ki, baxın, yer kürəsindəki kimi Marsda, yəni bu qırmızı planetdə öz oxu ətrafında 24 saata yaxın bir müddətdə fırlanır. Yəni yer kürəsində oxşar cəhətləri çoxdur, amma sırf insanların yaşaması haqqında mətndə söhbət getmir. Yəni belə bir yəni sübut olunma bir fakt yoxdur. Sonra nə deyir? Deyir ki, Marsda yer kimi təxminən eyni vaxt ərzində öz oxu ətrafında fırlanır. Bu ifadə birinci abzasda, yox, ikinci abzasda öz əksini tapır. Baxın, bu planetin dünyamıza bənzərliyi orada da həyatın olma ehtimalını gücləndirmişdir. Qırmızı planetin öz oxu ətrafında fırlanma vaxtı yer kürəsindəki kimi 24 saata yaxındır. Gördünüz? Bu söhbət gedir bu ifadədən, düzdürmü? Mətndə öz əksini tapıb. Sonra Mars haqqında məlumatlar orada alimlərin çəkdiyi şəkillərdən əldə edilmişdi. Alimlər şəkil çəkməmişdilər. Sizin də mətni oxudunuz. Mən mətni tam oxuyub uşaqlara vaxt itirmək istəmirəm sizlə. Ona görə mətni oxumaq üçün vaxtı dayandırın. Oxuyun mətni, sonra başlayın məni dinləməyə. Baxın, burada alimlərin çəkdiyi şəkildən söhbət gedir. Bu orada şəkil hissəsi hardadır? Deyir 2012-ci ildə Marsa göndərilən insansız mobil laboratoriya, insansız. Bu bilirsiniz bir növ nəyə oxşur? Pilotsuz təyyarələr ki görmüsünüz, yəni insan əməyi olmadan uzaqdan idarə olunur, amma insan hal-hazırda içində olmur da, yəni faktiki. İnsansız mobil laboratoriya Marsın indiyə kimi çəkilən ən aydın şəkillərini yerə göndərmişdi. Yəni orada insan olmamışdı. Yəni alimlər özləri çəkməmişdilər. Onu mobil laboratoriya çəkib yerə göndərmişdi. Doğru fikirləri istədiyinə görə ona görə cavab 1, 3. Hansı fikirlər mətndə nöqtələrin yerinə artırılsa, məntiqi əlaqə gözlənilir? Nöqtələrin yerinə artırmaq, nöqtələrin yerinə ifadə eləmək. Məsələn, orada cümlənin ola bilər ki, xəbərini ixtisar eləyir. Sizin üçün siz onu bərpa eləməlisiniz. Amma mətni oxusaz, onu bərpa eləyə biləcəksiniz. Deyir ki, bəlkə də bu 100 illərlə davam edir. Ona görə gəlin abzas oxuyaq ki, fikir bizim üçün aydın olsun. Artıq insanlar Marsı yaşanacaq hala gətirmək barədə düşünürlər. Dünya yarandığı vaxtdan bəri qurub yaratdığı kimi insanlar burada da yeni bir mədəniyyət yaratmağa çalışacaqlar. Bəlkə də bu 100 illərlə davam edəcək bir prosesdir. Ancaq insan indiyə kimi, baxın, indi burada oxuyacağıq görək hansı ifadə orada öz əksini tapacaq həqiqətən də. Deyir ki, istədiklərini həmişə qoruya bilmişdir. Belə bir ifadə yox idi orada. Yəni insanın istədiklərini qorumasından söhbət getmir. Arzu etdiklərini reallaşdıra bilməmişdi. Əgər arzu etdiklərini reallaşdıra bilməsə, orada necə həyat quracaq insan, düzdür? Deyir, xəyalını qurduqlarının çoxunu reallaşdırmışdı. Bəli, baxın, bunu ora uyğunlaşdırmaq olar. Çünki deyir axı buradakı, bəlkə də deyir, bunu yaratmaq üçün 100 illərə qədər vaxt gedəcək. Ancaq insan indiyə kimi deyir ki, xəyalını qurduqlarının çoxunu reallaşdırmışdır. Çoxunu reallaşdırdığına görə də qırmızı planetin, məhz Marsın da həyatla necələr boyanması, orada həyatın, yaşamın əmələ gəlməsi heç də xəyal deyil. Yəni o xəyal gerçəyə çevrilə bilər. Ona görə C variantı uyğun gəlir həmin hissəyə. Deyir, yalnız xəyallarla yaşamışdır. Xeyr, ora uyğun gəlmir. Məntiqi baxımından da düzgün deyil. İstədiklərini həyata keçirməkdə çətinlik çəkmişdir. Xeyr. Bu da məntiqi baxımdan ardıcıllığı pozur. Yəni ifadə uyğun oturmur yerinə. Sonra 524-cü sualdan davam edirik. Deyir ki, cədvələ əsasən doğru fikirləri. Yenə də mətndə bu haqda məlumat var, yoxsa yoxdur, onu yazacaq. Deyir, digər planetlər kimi Marsda da həyat qurmaq getdikcə asanlaşır.
Bu hissə var idimi sizcə? Digər planetlər kimi Marsda da həyat qurmaq get-gedə asanlaşır. Hə. Bu ifadə uyğun olmayacaq. Niyə görə uşaqlar? Çünki burada ancaq Yer planetindən, bir də Marsdan söhbət gedir də. Ümumiyyətlə insanların başqa planetlərdə həyat qurmağı haqqında bir fikir yoxdur axı mətndə. Məsələn, burada deyir ki, digər planetlər kimi. Yəni digər hansı planetlərdə insan həyat qurub ki, növbədə Mars olsun. Ona görə bu barədə məlumat yoxdur deyə seçəcəyik. Yəni bu ifadə mətnə uyğun deyil. Yoxdur belə bir məlumat. Qədim dövrlərdən başlayaraq qırmızı planet insanların maraq dairəsində olmuşdu. Bəli, burada var idi. Qırmızı planet adlanan Mars qədim zamanlardan insanların diqqətini çəkmişdir. Bu, elə demək olar, ilk abzasın ilk cümləsidir. İkini doğru variant kimi götürəcəyik. Sonra burada yanlış deyirsə uşaqlar, yanlışın altından yanlışı götürməliyik. Ha, yanlış fikir olmalıdır. Yəni məlumat yoxdur olmalıdır. Mars başqa planetlə oxşarlıq təşkil eləyir. Bəli, Yer planeti ilə onun oxşarlığı burada qeyd olunmuşdu. Dünyamıza bənzərliyi orada olan həyatın olma ehtimalını gücləndirmişdir. Qırmızı planetin öz oxu ətrafında fırlanma vaxtı yer kürəsi ilə demək olar eynidir. Görürsüz, mətndə də bundan söhbət gedir. Deməli, 3 barədə məlumat var, amma bizə məlumat olmayan hissə lazımdır. Baxaq görək. Mars planetində dəmir birləşmələri çox olduğundan qırmızı planet adlanır. Ümumiyyətlə Marsın niyə görə qırmızı adlandırılması haqqında mətndə heç bir söhbət getmir. Yoxdur bu, yəni bu cümlə orada öz əksini tapmır. Ona görə cavab olacaq 2, 4. Sonra 5.25 deyir, mətndə çərçivə daxilində verilmiş söz hansı cümlələrdə həqiqilik və yaxud da məcazilik baxımından mətndəki mənasında işləmişdir. Çərçivə daxilində söz verib burada iz sözünü, düzdürmü? Biz öncə o müəyyənləşdirməliyik ki, həmin söz bu mətndə həqiqi mənada işlənib, yoxsa məcazi mənada, ona uyğun artıq cümlələrimizi seçəcəyik. Baxaq. Deyir ki, bəzi yerlərdə çayı, gölləri xatırladan izlər görmüş və bu planetlə bağlı dərin araşdırmanın vacib olduğunu anlamışlar. Buradakı deməli iz həqiqi mənadadır, yoxsa məcazi mənada? Əlbəttə ki, həqiqi mənada. Həqiqətən gözlə görünən Mars planetində gözlə görünən izlərdən söhbət gedir. Nəyinsə izlərindən. Burada məsələn çayın izi ola bilər, gölün izi ola bilər. Gölün izi ola, tutaq ki, vaxtı ikən göl olub, amma o sonradan quruyub, indi torpaqda izi qalıb və yaxud da çay axıb oradan, indi hal-hazırda o çay axmır, çayın izi qalır. Həqiqi mənada izidir. İndi biz müəyyənləşdirdik həqiqidir. İndi həqiqi mənaya uyğun cümlələrimizi müəyyənləşdirməliyik burada. Baxaq, deyir ki, bu qocaman yazıçının mənim həyatımda qoyduğu izlər heç vaxt silinmədi. Buradakı iz görsüz məcazi məna daşıyır. Çünki insanın həyatında hər hansı bir iz qoymaq, onun bədəndə çapıq qoymaqdan söhbət getmir ki, burada, düzdür? Məcazi mənada həyatında iz qoymaqdan söhbət gedir. Cinayətkarın əl izləri mənzilin heç bir yerində tapılmadı. Bəli, cinayətkarın ümumiyyətlə insanların hər birinin özünə məxsus özünə aid əl izi var, əl izi forması var. Yəni hər bir insan onunla seçilir, bilirsiniz də? Yəni insanların eynən qar dənəcikləri necə eyni deyil, eyni əl izlərində də heç bir şəkildə uyğunluq özünü göstərmir, müxtəliflikdir. Əl izləri əlin də həqiqətən izi olan, yəni izi olur da, əlin izi qalır və ona görə də burada həqiqi mənada 2-ni götürəcəyik. Əskərin ayağındakı dərin yara izləri insanın qanını dondurur da. Yaranın da həqiqətən izi qalır bədəndə, düzdür? Ona görə 3-ü də mətndəki məna ilə uyğunluq təşkil edir deyə götürəcəyik. İnsan əbədiyyətə qovuşmaq üçün özündən sonra bir iz qoymalıdır. Burada isə məcazi mənada olan izdən söhbət gedir. Sonra deyir ki, əvvəlində hansı işarə qoyulmuş cümlə əslində mətnin nəticə hissəsinə aiddir. Baxın, görürsünüz uşaqlar, yenə gəldi mətnin hissələrinin müəyyənləşdirilməsi. Siz giriş hissə, əsas hissə və nəticə hissəni müəyyənləşdirməyi bacarmalısınız. Nəticə hissəsinə aid olmalı. Məsələn, bilməlisiniz ki, nəticə nədir artıq? Fikrin, informasiyanın yekunlaşması artıq sona çatdı, düzdürmü? Mətnimiz sonlanır, orada fikir ümumiləşdirilir artıq. Nəticə hissə ilə bağlı uyğunluğu olmalıdır. İşarə qoyulmuş, baxın, burada müxtəlif işarələr qoyub, baxaq görə o işarələrdən hansı nəticə hissəsinə aiddir. Baxaq bir-bir işarələrimizə. Elə birinci üçbucaq işarəsi baxır, deyir ki, bəs bu prosesi reallaşdırmaq üçün insan ömrü kifayət edəcəkmi? Baxaq görək bunun nəticə ilə uyğunluğu varmı? Artıq insanlar Marsı yaşanacaq hala gətirmək barədə düşünürlər. Dünya yarandığı vaxtdan bəri qurub yaratdığı kimi insanlar burada da yeni bir mədəniyyət yaratmağa çalışacaqlar. Bəlkə də bu yüz illərlə davam edəcək bir prosesdir.
Aha, görürsüz, insan ömründən söhbət gedir də. Ancaq insan indiyənə qədər bütün arzularının bir çoxunu reallaşdırılmışdır. Ona görə də canlıların yaşayışı üçün yerdən sonra ən real görünən planetin fəth edilməsi çox da uzaq görünmür. Baxın, görürsüz, elə demək olar ki, bu hissəyə uyğundur da nəticə hissəyə. Çünki burada da insanın ömründən söhbət gedir. Deyir ki, bəs bu prosesi reallaşdırmaq üçün insan ömrü kifayət edəcəkmi? Burada deyir axı ki, bəlkə də bu 100 illər çəkəcək, ha, uzun illər, uzun əsrlər ərzində başa gəlib çıxacaq. Görəsən buna insanın ömrü kifayət eləyəcəkmi? Elə Y variantı uyğun gəlir. Başı yuxarı olan üçbucaqla. Sonra mətndə tünd qara hərflə verilmiş söz hansı cümlədə kontekstdəki məzmununda işlənmişdir? Baxaq görə tünd qara hərflə nə işlədiblər bunlar cümlədə? Ana həmcisi. Aha. Deyir ki, ona görə də canlıların yaşayışı üçün yerdən sonra ən real görünən planetin fəth edilməsi çox da uzaq görünmür. Kontekst deyərkən uşaqlar ümumi məzmundan söhbət gedir. Yəni mətnin ümumi məzmunu. Qara hərflərlə verilmiş fəth edilməsi sözü burada yəni fəth etmək nə deməkdir? İşğal etmək mənasında. Həqiqətən işğal etmək. Məsələn deyirik ki, Ermənistan Azərbaycana məxsus əraziləri işğal eləmişdi. O həqiqətən işğal etməkdən söhbət gedir. Amma burada deyir axı real görünən planetin fəth edilməsi deyərkən insanlar planeti işğal eləmirlər ki, düzdür? İndi baxın variantları oxuyaq. Deyir Almaniyanın Rusiyanı fəth etmək planları puç oldu. Nə deməkdir burada? Həqiqətən də Almaniyanın Rusiyanı işğal etməsindən söhbət gedir də. Burada fəth etmək, işğal etmək anlamında işlənir. Çox keçmədi ki, düşmənlər qalanı fəth etdilər. Təbii ki, düşmənlər qalanı işğal etdilər deyə bilirik. Görürsüz, həqiqi mənadadır. Osmanlı ordusu tezliklə ətraf ölkələri fəth etdi, ətraf ölkələri işğal etdi deyə bilərik. Hərbi qüvvələr müdafiə olunan şəhəri fəth etmək, yəni işğal etmək üçün bütün qüvvələrini səfərbər etmişlər. Burada da yenə işğal etməkdən söhbət gedir. Amma Y variantına baxın, deyir qartal göyləri fəth etmək üçün doğulmuşdur. Qartal sizcə göyləri işğal eləyirmi, fəth edir deyə? Xeyr, düzdürmü? Burada fəth etmək onun işğalçılıq siyasətini göstərmir. Nəyisə işğal etməsindən söhbət getmir. Eynilə kontekstdəki, yəni mətnin kontekstindəki, ümumi məzmundakı ifadə ilə səsləşmiş oldu. Eynilik təşkil elədi. Sonra 528-ci sualdan, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi. Videonun əvvəlində qeyd elədim. Baxın, Dövlət İmtahan Mərkəzi sizin mətndən ibarət mətn tapşırıqlarında məhz səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsini də ölçür. Siz nə dərəcədə səbəbi və yaxud da nəticəni, səbəbə uyğun nəticəni, nəticəyə uyğun səbəbi müəyyən eləyə bilirsiniz və yaxud da yox. Baxaq, nəticə verib bizim üçün dənizlərin qalaktikaya buxarlanması. Bu mətndə öz əksini tapıb ümumiyyətlə buxarlanma hissəsi. Baxın, 3 ilə başlayan, demək olar ki, bu hissədən oxuyacağam sizin üçün. Deməli, alimlər təxmin edirlər ki, 4 milyard il əvvəl Marsda planetimiz kimi mavi idi. Dənizlərə, göllərə və canlı təbiətə malik idi. Yer kürəsində olduğu kimi Marsın ətrafı da qoruyucu maqnit sahəsi ilə əhatə olunmuşdu. Lakin qırmızı planet yerdən 2 dəfə kiçik və günəşdən çox uzaq olduğu üçün getdikcə soyumuş. Deməli, niyə görə soymağa başlayıb? Yerdən 2 dəfə kiçik və günəşdən çox uzaq olduğuna görə, təbii ki, uzaq olduğuna görə istilik getcə atıraq, ona görə soyuyur. Soyduğuna görə də maqnit sahəsi yox olmağa başlamışdı. Atmosfer qoruyucu təbəqəsiz qalınca da maqnit sahəsi də yox olandan sonra atmosfer başlayır qoruyucu təbəqəsiz qalmağa. Planetin havası dağılır. Okeanlar, dənizlər qalaktikaya buxarlanmağa başlayır. Təsəvvür edin, yer kürəsində qravitasiya yoxdur. Yəni maqnit sahəsi yoxdur və yer kürəsindəki hər şey qalaktikaya buxarlanır. Yəni nəticə olaraq belə olmuş olardı. Dənizlərin qalaktikaya buxarlanmasının səbəblərini istəyir bizdən ki, görək bunlar mətndə öz əksi necə tapıb verilmiş variantların içərisində. Baxaq, deyir ki, atmosferin qoruyucu təbəqəsiz qalması. Bəli, yuxarıda da qeyd etdiyim, oxudum həmin hissəni ki, atmosfer qoruyucu təbəqəsiz qalınca planetin havası dağılmış, okeanlar, dənizlər qalaktikaya buxarlanmışdı. Deməli, biri düzgün kimi götürəcəyik. Bizə uyğun fikirlər lazımdır onsuz da. Maqnit sahəsinin yox olması, bəli. Maqnit sahəsi niyə yox oldu? Yer kürəsindən 2 dəfə kiçik oldu ona görə və günəşdən olduqca uzaq məsafədə yerləşdiyinə görə zamanla maqnit sahəsi yox olur. Maqnit sahəsi yox olduğuna görə nəticədə dənizlərin qalaktikaya buxarlanması hadisəsi baş vermiş olur. Su axıntılarının əmələ gətirdiyi daşlı çınqılları, böyük cığırların olması xeyr. Bunun ona nəticəyə gətirib çıxarmır. Dünyada olan quru sahələrə bənzər ərazilərin Marsda olmasının üzə çıxması bu da o nəticənin səbəbi deyil. Marsda yaşayışın olmasının dəqiqləşməsi bu da qalaktikaya buxarlanmanın bir səbəbi ola bilməz.
Keçirik açıq tipli test tapşırıqlarına. Deməli, nə istəyir bizdən? Deyir, mətnin 3-cü abzasında mənaca bir-birinə zidd olan fikirlər. Uşaqlar, mənaca zidd olan fikirlər. Deməli, baxaq görə 3-cü abzasda nədən söhbət gedirdi? Ümumiyyətlə, abzasları müəyyənləşdirməyə bacarırsınız da. Ümumiyyətlə, baxın, bu qırmızı başlayan 1-ci abzasdır. Bu başlayan 2-ci abzasdır. 2012 başlayan 3-cü abzasdır. Sonra artıq başlayan 4-cü abzasdır. Baxaq, neçənci abzas istəyirdi burada bizdə? Nə istəyirdi? 3-cü abzasına. Baxırıq 3-cü abzasa. Deməli, 1-ci, 2-ci və 3-cü abzas. Deyir ki, 2012-ci ildə Marsa göndərilən insansız mobil laboratoriya Marsın indiyə kimi çəkilən ən aydın şəkillərini yerə göndərdi. Bu, onun ən böyük planet olması fikrini təsdiqlədi. Böyük, yadınızda saxlayın. İndi görək həmin ifadəyə əks nə deməkdir? Yəni, bir-birinə təzadlı fikirlər. Antonimi yadınıza salın qrammatikadan. Susuz quru çöllərdən, toz qalağını xatırladan torpaqdan, dünyadakına bənzəyən nəhəng dağlardan, nazik atmosfer təbəqəsindən başqa ətrafda heç nə yox idi. Su axıntılarının əmələ gətirdiyi daşlı çınqıllı böyük cığırlar olsa da, bu indi orada su olduğunu deməyə əsas vermirdi. Alimlər təxmin edirlər ki, 4 milyard il əvvəl Mars da planetimiz kimi mavi idi. Dənizlərə, göllərə, canlı təbiətə malik idi. Yer kürəsində olduğu kimi Marsın da ətrafında qoruyucu maqnit sahəsi ilə əhatə olunmuşdu. Lakin qırmızı planet yerdən 2 dəfə, Günəşdən isə gördünüz, yerdən 2 dəfə kiçik. Deməli, nə var orada? Yəni ən böyük planet olması təsdiq edildi. Sonra da qırmızı planet yerdən 2 dəfə kiçik idi. Bir-birinin əksi olduğunu fikirlər. Birində böyük olması, digərində isə kiçik olması. Yəni planet olduğunu qeyd edilir. Digər tərəfdə isə onun kiçik olduğu, yerdən kiçik olması haqqında söhbət gedir. Bu bir-birinə təzadlı bir fikir kimi qeyd edə bilərik də 3-cü abzasda qeyd olunan, düzdür? Zidd fikirlər. Zidd nə deməkdir? Bir-birinin əksi, təzadlı, antonimlə kimi başa düşün. Bir-birinə əks olan hər hansı bir fikri müəyyənləşdirdinizsə, onu tapa bilərdiniz. Sonra 530-cu suala gəlirik. Deyir ki, SpaceX kosmik şirkətinin qurucusu Elon Musk ilk dəfə Starship kosmik gəmisi ilə 10 il ərzində Marsa həyatın izlərini daşımağa planlaşdırır. 10 il ərzində, təsəvvür edirsiniz. Deyir ki, cümləsi ilə mətnin hansı hissəsindəki fikri qüvvətləndirmək olar sizcə? Baxın, deyir ki, kosmik şirkətin qurucusu Elon Musk ilk dəfə Starship kosmik gəmisi ilə 10 il ərzində Marsa həyatın izlərini daşımağı planlaşdırır. Həyatın izlərini daşımaq nə deməkdir? Yəni orada yeni bir həyat qurmaqdan söhbət gedir də. Yeni bir dünya qurmaq. Yer kürəsinin elə bilin ki, bir dənə oxşarını yaratmaq, sinonimini yaratmaq kimi də düşünə bilərsiniz. Yeni həyat mənbəyi yaratmaq. Deməli, görək burada hardan söhbət gedirdi? Baxaq görək. Baxın, nəticə hissəyə bir dənə fikrinizi cəmləyin. Burada deyir ki, artıq insanlar Marsı yaşanacaq hala gətirmək barədə düşünürlər. Deməli, yaşanacaq hala gətirmək barədə düşünənlərdən biri də kim imiş? Elon Musk. Sadəcə onun maddi vəziyyəti, yəni gücü, qüdrəti ona yetir ki, orada nələr varsa reallaşdıra bilsin. Dünya yarandığı vaxtdan bəri qurub yaratdığı kimi insanlar burada da yeni bir mədəniyyət yaratmağa çalışacaqlar. Görürsüz, burada da yeni həyat yaratmaq, yeni mədəniyyət yaratmaq, burada eyni ilə burada dediyi Elon Musk'ın 10 il ərzində Marsa həyat izlərini daşıması ilə səsləşirmi? Bəli. Eyni ilə ondan söhbət gedir. Burada da həmçinin ondan söhbət gedirdi. Burada məsələn nəticə hissədə qeyd olunur axı ki, Marsı yaşanacaq hala gətirmək, yəni orada həyat izləri qurmaq, həyat qurmaq, yaşam qurmaq, necəsə insan üçün, yaradılış üçün, insanlar üçün yaşana biləcək bir vəziyyətə gətirməyə çalışırdılar. Elon Musk da bu tədbirlərin demək olar ki, bu işləri planlaşdırır artıq 10 il ərzində həyata keçirməyə çalışır. Nəticə hissə ilə əlaqələndirmə olardı. Əsaslandırma hissəsinə də yaza bilərsiniz ki, həm tutaq ki, hər iki hissədə məsələn qeyd edə bilərsiniz ki, hər iki, yəni bu cümlə ilə yəni hər iki mətnin hissələrini uyğunlaşdırmaq olar. Çünki məzmun olaraq eynidir, eyni fikirdən söhbət gedir. Məsələn, orada həyat qurmaqlarından söhbət gedir də insanların, amma burada konkret təsdiqini tapır ki, Elon Musk bu prosesi həyata keçirmək üçün artıq planlar qurur. Yəni yaxın 10 il ərzində bu planları həyata keçirmək qurur.
Bu qədər. Ümid edirəm ki, mətn izahı, eyni zamanda mətnlər haqqında danışdığım hissələr sizin üçün maraqlı oldu. Dəyərli şagirdlər, dəyərli abituriyentlər, 9-cu sinif şagirdləri, özəlliklə bu videom sizin üçün idi. İmtahanda hər birinizə uğurlar diləyirəm. Hər birinizə zehin açıqlığı, bol şans, çox diqqətli olun mətnləri işləyərkən. Bilirsiniz ki, mətn tipli test tapşırıqları sizin imtahan balınızın, yəni o 100 balın 70%-ni, 75%-ni təşkil eləyir. Diqqətli olsaz, yəni onu çox rahatlıqla həll eləyə bilərsiniz. Qrammatik qaydalar, yəni nə qədər çətin də olsa yazmaq, amma bilirsiniz ki, mətn tapşırıqları diqqətlə oxunduqda, diqqətlə anlayıb, analiz edib, təhlil etsəz, çox rahat şəkildə həll eləyə bilərsiniz mətn tapşırıqlarını və o 2 mətndən kifayət qədər də bal toplamış olarsınız. Ümid edirəm ki, nəsə sualınız qalsa da ünvanlaya bilərsiniz. Bu qədər.